Salam. Siz heç fikirləşmisiniz ki, kosmosda hansı sürətlə hərəkət edirsiniz? Bəli, mən sizi nəzərdə tuturam. Hal-hazırda kompüterin arxasına oturaraq bu videoya baxarkən. Siz deyə bilərsiniz ki, heç bir hərəkət etmirsiniz. Müəyyən mənada burada həqiqət var. Lakin digər tərəfdən baxanda başqa fikir də yürütmək olar. Beləliklə bizim kosmosda sürətimiz nədir? Bizim kanala xoş gəlmisiniz. Bu verilişimizdə bu məsələyə aydınlıq gətirəcəyik. Qeyri-adi sürətlər və mürəkkəb riyazi hesablamalar dünyasına dalmazdan əvvəl bir neçə şeyi aydınlaşdırmaq vacibdir. Hər şeydən əvvəl bilməlisiniz ki, təbiətdə hərəkətsiz heç nə yoxdur. Bütün kainatda bir şeyin ətrafında və ya heç olmasa bir yerdə hərəkət etməyən heç bir cisim tapa bilməzsiniz. İkincisi, az əhəmiyyət kəsb etmir. Hər yerdə olmasına baxmayaraq, hərəkət həmişə nisbidir və başlanğıc nöqtəsindən asılıdır. Bunu başa düşmək üçün sadə bir bənzətməni təsəvvür etmək kifayətdir. Tutaq ki, siz avtobus dayanacağına dayanan adamın yanından keçirsiniz. Həmin şəxsin nöqteyi nəzərindən siz avtomobillə birlikdə hərəkət edirsiniz. Lakin eyni zamanda avtomobilin içərisində oturursunuz. Aktiv şəkildə hərəkət etmirsiniz. Sizin prizmadan baxsaq, əksinə, dayanacaqdakı adam avtobus dayanacağı ilə birlikdə hərəkət edir. Əvvəlcə sizə yaxınlaşır, sonra uzaqlaşır. Niyə maşında sakit vəziyyətdə qala bilirsiniz? Çünki siz özünüz də sizi əhatə edən cisimlərdən birisiniz və hətta ətrafımızdakı hava da sizinlə eyni sürətdə hərəkət edir. Üstəlik, əgər avtomobil dayanarsa, ətalət sizi hərəkətsiz vəziyyətdən çıxararaq qabağa ata bilər. Lakin bu başqa bir mövzudur. Məhz buna görə də biz yerin öz oxu ətrafına fırlanmasını və ya günəş ətrafında kosmosda hərəkətini hiss etmirik. Yastı yer nəzəriyyəsinin tərəfdarları tez-tez bu sualı verirlər və onlara cavab da məhz belədir. Siz yer üzərində olmaqla onun cazibə qüvvəsində qalaraq onunla eyni sürətlə hərəkət edirsiniz. Eyni səbəbdən bir təyyarə sadəcə havaya qalxıb uçmaq əvəzinə altındakı yerin fırlanmasını gözləyə bilməz. Təyyarə yerin qravitasiya sahəsində olur. Ondan xilas olmaq və yerdən müstəqil şəkildə hərəkət etməyə başlamaq üçün ikinci kosmik sürətə çatmaq lazımdır. Beləliklə, bütün suallara cavab verdikdən sonra ən vacib məsələyə keçməyin vaxtı gəldi. Planetimiz öz oxu ətrafında ekvatorda təxminən saatda 1674 km sürətlə fırlanır. Bu, həqiqətən baş gicəlləndirici sürətdir. Bunu heç hiss etməməyimiz isə cazibə qüvvəsi sayəsindədir. Ancaq bu sürət nə qədər böyük görünsə də, əvvəllər bu sürət daha böyük olmuşdur. Bugün yer öz oxu ətrafına tam fırlanmasını 23 saat 56 dəqiqəyə tamamlayır. Hesablama asanlığı üçün əlavə 4 dəqiqəni 24 saata əlavə edirik. Halbuki planetimizin 4,5 milyard il əvvəl mövcud olduğu oxu ətrafında bir fırlanma cəmi 6 saat çəkirdi. Bu o deməkdir ki, planetimizin öz oxu ətrafına fırlanma sürəti 4 dəfə çox idi. Bu sürətin azalmasının bir çox səbəbləri var. Ancaq bəlkə də ən vacib səbəb ayın cazibə qüvvəsidir. Yerin günəş ətrafına fırlanma sürəti daha yüksəkdir və orta hesabla saniyədə 30 km və ya saatda 108.000 km təşkil edir. Bu rəqəm yerindən asılı olaraq müxtəlif olur. Planetimizin orbiti mükəmməl dairə deyil, bu ellipsdir. Bir planetin öz ulduzu ətrafına fırlanma sürəti ulduzun kütləsindən və onun ulduzuna yaxınlığından asılıdır. Planet nə qədər yaxın olarsa, ulduz bir o qədər güclü şəkildə onu çəkir və sürətləndirir. Planetimiz Günəşdən 152 milyon kilometr uzaqlıqda olan zaman onun fırlanma sürəti saniyədə 29,27 km enir, yer Günəşdən 147,9 milyon kilometr məsafədə olan zaman isə sürət saniyədə 30,27 km qədər yüksəlir. Uşaqlıqda bizə məktəbdə öyrədiblər ki, Günəş sistemi Günəş ətrafında mükəmməl düz halqalarda fırlanan, eyni müstəvidə düzülmüş
sanki görünməz diskdə üzən planetlər toplusudur. Bu görüntünü biz kitablarda, məktəb dərsliklərində və hətta televiziya sənədli filmlərində görmüşük. Bəs sizə desəm ki, bu baxış tamamilə yanlışdır. Günəş sistemi sabit, düz, statik bir model deyil. Qalaktikadan keçən nəhəng bir yolda daimi hərəkətdə olan canlı bir strukturdur. Həqiqət budur ki, Günəş heç vaxt bir yerdə durmur. Əgər Günəş bir yerdə durmursa, deməli planetlər də onun ətrafında yalnız dövrə vurmurlar. Onlar Günəşin arxasınca gedərək onun ətrafını dövrə vurması ilə əvvəlki təsəvvürümüzü tamamilə dəyişirlər. Uşaq vaxtı öyrəndiyimiz dərsliklərə əsasən Günəş mərkəzdə hərəkətsiz dayanır, planetlər isə onun ətrafında sakitcə fırlanırlar. Bu model sadəcə olaraq astronomiya əsaslarını öyrənmək üçün faydalıdır. Əslində Günəş süd yolunun mərkəzi ətrafı ilə təxminən saatda 828 min kilometr sürətlə hərəkət edir. Və irələdikcə bütün planetlər, aylar, asteroidlər və kometlər onunla birlikdə gedirlər. Günəşi kosmosdan keçən kosmik lokomotiv və hər bir planeti görünməz cazibə telləri ilə bağlanmış avtomobil kimi təsəvvür edək. Günəş hərəkət etdikcə planetlər onun ətrafına fırlanır, lakin onlar da irəli gedirlər. Nəticədə biz qalaktik səyahətlərdə Günəşi izləyərkən mükəmməl sinxron şəkildə fırlanan planet və ya göy cisimlərini görürük. Günəş hər 230 milyon ildən bir qalaktik ətrafında bir dövrə tamamlayır. Bu dövr qalaktik il adlanır. Bu müddət ərzində Günəş sistemi süd yolunun mərkəzi ətrafında fırlanarkən təxminən 240 milyon kilometr nəhəng bir məsafə qət edir. Başqa sözlə Günəş sistemi heç vaxt eyni yerə qayıtmır. Hətta yer Günəşin ətrafında bir il ərzində dövrə vuran zaman Günəş artıq milyonlarla kilometr irəliləmiş olur. Bu o deməkdir ki, hər saniyə bütün Günəş sistemi irəliləyir və biz onunla birlikdə kosmosda səyahət edirik. Heç vaxt kainatın eyni nöqtəsindən 2 dəfə keçmirik. Bu müasir astronomiyada ən maraqlı fikirlərdən biridir. Günəş hərəkətdədirsə, planetin orbitləri qapalı dairələr deyil. Onlar kosmosda uzanan burjunlər kimi spiral trayektoriyalara çevrilirlər. Təsəvvür edin ki, əlinizdə bir çubuqla bükülmüş bir ip var. İndi o çubuğu irəli aparın. İp nə olur? Bu spiral əmələ gətirir. Günəş sistemdə məhz belə davranır. Hər bir planet fərqli bir yol izləyir. Lakin onların hamısı Günəşi parlaq bir spiral kimi görünən bir formada izləyir. Məsələn, Yer illik orbitini tamamlayır. Lakin bunu Günəşlə birlikdə kosmosda hərəkət edərkən edir. Başqa sözlə, planet heç vaxt eyni nöqtəyə qayıtmır. O, kosmosun genişliyində yeni bir əyri çəkir. Hər saniyə irəliləyir. Günəş sistemi düz bir xətt üzrə hərəkət etmir. Hərəkət etdikcə o, həm də qalaktikanın müstəvisinə nisbətən yuxarı və aşağı gedir. Sanki nəhəng enerji dalğası və kosmik tozun üzərində sürüşür. Bu yırğalanma hər 30 milyon ildən bir baş verir. Və o qədər incədir ki, biz onu dərk edə bilmirik. Lakin o, daimi şəkildə baş verir. Alimlər hesab edirlər ki, bu dalğavari hərəkət yerin tarixinə təsir göstərmiş ola bilər. Günəş sistemi qalaktikanın daha sıx bölgələrindən hər dəfə keçdikdə radiasiya və kosmik tozun miqdarı artır və bu, planetimizin iqlimini dəyişə bilər. Bəzi tədqiqatçılar hətta bu siklik hərəkətin bir sıra heyvan növlərinin kütləvi məhvi ilə əlaqədar olduğunu düşünürlər. Günəşin cazibə qüvvəsi planetləri orbitdə saxlayır və onların hamısı qalaktikada birlikdə hərəkət edir. Buna görə də Günəş sisteminə kosmosda sabit bir nöqtədən baxsaq, məktəb dərsliklərində göstərilənlərdən tamamilə fərqli bir şey görərik. Biz hərəkət edən Günəşi izləyən və arxalarında görünməz işıq izləri qoyan planetlərin üçölçülü burulğanını görmüş oluruq. Bu baxış bizim kainatdakı mövqeyimizi necə dərk etdiyimizi tamamilə dəyişir. Hər saniyədə Yer qalaktik məkanda təxminən 230 kilometr məsafə qət edir. Bir dəqiqə ərzində biz artıq təxminən 14 min kilometr yol getmişik. Bir saatda isə bu rəqəm 800 min kilometr təşkil edir. Bu o deməkdir ki, siz bu videoya baxdığınız zaman
bütün Günəş sistemi 10 minlərlə kilometr naməlum tərəfə doğru irəliləmiş olur. İndi daha böyük bir şeyi təsəvvür edin. Süd yolun özü də hərəkətdədir. O kosmosda saatda 2 milyon kilometr sürətlə hərəkət edir. Digər qalaksiyalar isə Virgo nəhəng qalaksiyalar qrupu tərəfindən cəzb edilir. Başqa sözlə Günəş qalaksika daxilində hərəkət edir. Planetlər Günəşin ətrafında, qalaksika isə kainatda eyni anda hərəkət edir. Bu o deməkdir ki, kosmosda sabit nöqtə yoxdur. Hər şey daimi hərəkətdədir. Günəş sistemi heç vaxt dayanmayan, bir səyahətdə fırlanan və irəliləyən kosmik gəmi kimidir. Günəş və bütün planetlər Lira bürcündə Vega ulduzu istiqamətində səyahət edir. Bu, bizim qalaktik səyahətimizin yoludur. Lakin bu səyahət o qədər uzundur ki, Günəş sisteminin ulduzların fonunda nəzərə çarpacaq dərəcədə yer dəyişməsi milyonlarla il çəkəcək. Həmin müddət ərzində bugün bildiyimiz bürclər sönəcək. Gecə səmasında yeni ulduzlar öz yerlərini tutacaq və yer qalaksikanın tamamilə fərqli bölgəsində olacaq. Bunu anlamaq bizim zamana baxışımızı dəyişir. Bizim üçün zaman 10 illik və əsrlər ilə ölçülürsə, Günəş sistemi üçün bu zaman milyonlarla il ilə ölçülür. Bu bildiyimiz hər şeyə keçici hiss etdirən bir hərəkət miqyasıdır. Günəş milyardlarla il boyunca səssizcə öz ətrafına fırlanan dünyaları apararaq hərəkət etməyə davam edərkən sivilizasiyalar yaranır və yox olur. Günəş sisteminin düz və sabit olması ideyası anlaşılmaz olanı sadələşdirmək üçün insan ehtiyaclarına irəli gəlir. Ancaq kainat sadə deyil. Hələ heç də sabit deyil. Nə Günəş, nə yer, nə də siz. Kosmosdakı hər bir hissəcik görünməz mürəkkəb trayektoriyalar üzrə hərəkət edir. Məkan statik deyil. Bu, əbədi transformasiyada enerji və cazibə okeanıdır. Kosmik miqyasda hər şey hərəkətdədir və hər şey bir-birinə bağlıdır. Günəş sistemi sadəcə bir ulduz, ətrafına fırlanan planetlər qrupu deyil. Bu, hərəkət edən bir orqanizmdir. Daha böyük bir şeyin qalaksikanın bir hissəsidir. Bu barədə düşünün. Kosmosda siz doğulduğunuz zaman yerin olduğu nöqtə artıq mövcud deyil. O vaxtdan bəri bütün Günəş sistemi artıq milyardlarla kilometr irəliləyib. Hər keçən saniyə biz qalaksikanın tamamilə yeni bölgələrini keçərək, əvvəllər yerə heç vaxt toxunulmamış radiasiya və hissəciklər içində üzürük. Biz sözün əsl mənasında heç vaxt 2 dəfə eyni yerdə olmamışıq. Hər il planet Günəş ətrafına bir dövrə tamamlayır. Lakin Günəş artıq əvvəlki nöqtədən çox uzaqdadır. Hər yeni il həm də ki yeni kosmik ünvandır. Müasir astronomiyanın bizə təklif etdiyi ən dərin ideyalarından biri də budur. Günəş sistemi başqa bir spiral içərisinə fırlanan bir spiraldır. Biz isə səmaya baxan və orada nə olduğunu anlamağa çalışan sərnişinlərik. Ulduzlara baxanda keçmişə baxırıq. Ancaq eyni zamanda biz gələcəyə doğru səyahət edirik. Səmanın fərqli olacağı bir gələcək. Ulduzlar yerini dəyişəcək və Günəş sistemi qalaksikanın başqa bir bölgəsində olacaq. Beləliklə, bugünkü verilişimizi başa çatdırırıq. Əgər bu video Günəş sisteminin əslində nə olduğunu yenidən düşünməyə vadar edirsə, deməli əziyyətimiz hədər getməyib. Kanala abunə olmaqla və bəyənməklə siz kanala dəstək vermiş olursunuz. İzlədiyiniz üçün təşəkkür edirəm və növbəti videolarımızda görüşərik. Sağ olun.